illərdir mənə xəyanət edib. Mən bilməmişəm ki, bu eyni qadındır. Bilməmişəm. İllər sonra uşağı olandan sonra bilmişəm ki, 10 ildir saxladığı qadınıymış. 10 il. 10 il. 10 il. 10 il. 10 il nə deməkdir? Bilmişəm ki, 10 iliymiş saxlayırmış o qadını. 10 il. Ay qız, bir igidin ömrü deyə 10 il. 10 il nə deməkdir? Mən sonradan bilmişəm ki, 10 iliymiş bu qadını. Amma mən hər dəfə elə bilirdim ki, başqa qadınlarla görüşür. Sən demə, bir qadınını saxlayırmış, bacı. Bu bunun gəzdiyi deyil, ay bacı. Bu bunun arvadıdır. Mən ona arvadlıq eləməmişəm. O imiş onun arvadı. Bax, Quran haqqı. Bax, and ola Allaha. 10 ildə, 10 il nə deməkdir? 10 il bir igidin ömrü deməkdir, ay bacı. Yəni, sənlə bərabər ona da baxıbsa, ən gözəl günləri onun yanında olubsa, deməli, o onun arvadı sayılır. Mən o qadına heç vaxt qarqış eləməmişəm. Mən o qadına qarqış eləsəm də, and ola Allah, bizi yaradan Allah and olsun. Bu cümə günündən and olsun ki, mənim ona qarqışım keçməyəcək. Bilirsiniz niyə keçməyəcək ömrüm günüm? Bilirsiniz niyə keçməyəcək? Çünki o xəstə olanda mən o qadına baxmamışam. Ona yemək bişirib qabağına qoymamışam. Onun ayağını yumamışam. Onun qulağını təmizləməmişəm. Necə deyərlər, ona qulluq eləməmişəm. Ona görə mən ona o qadına heç nə eləməmişəm. Başa düşdünüz? Mən kimi eləmişəm? Nə istəyirsən? Mən kimi eləmişəm? Öz ərimə eləmişəm də, halalca uşaqlarımın atasını eləmişəm. Mən ona qarqış eləyə bilərəm. Mən ona deyə bilərəm ki, haram xoşun olsun, ahım içində qalsın. Düz demirəm. Mən o qadınla nə işim var?